Sevgilim bu arada yarın işe biraz geç gitsen olur mu? Bak çok güzel bir ev buldum. Bu sefer hiçbir şey söyleyemeyeceksin eve dair. Adem. Hani taşınmayacaktınız oğlum? Taşınacağımızı söyledik ya. Reyhan Hanım. Yokmuş anne, öyle konuşuyoruz yani. Ya sırasını şimdi bunda konuşmanın. Şu yemeğimizi yiyelim. Hep önce kendi aramızda konuşsaydık. Çok affedersin Ademciğim, biz gizlice mi taşınacağız acaba ya? Ben neyi yanlış yapıyorum? Ne oluyor? Niye saklı gizli taşınıyoruz biz? Neyi yanlış yapıyorum anlamıyorum ben ya. O da biliyor taşınacağımızı. Gel. Dur oğlum, sakin. Şimdi geçelim. Gel. Nerede? Burada ananın oğluna duygusal yük yükləməyini görürük və bu oğlunun partnyoruyla duygusal bağ qurmağına mane olur. Ana burada oğluna siz getsəz mən neyniyərəm, sənsiz mən necə yaşaya bilərəm kimi cümlələr sərf edərək və ya oğlundan istəmədiyi cavablar, istəmədiyi reaksiyaları alanda ananın halının pisləşməyi tamamilə bir duygusal manipulyasiyadır. Ana əslində burada oğlunun valideyn roluna keçməsinə səbəb olur və ana özü övlad roluna keçir. Və belə hekayələrin pərdə arxasına baxdığımızda ana əsasən oğlunu atasız bir şəkildə böyüdüb və ya ata olsa belə ananın həyatında o atanın partnyor rolu yetərli olmayıb. Yəni ər olaraq ana yoldaşını görməyib və bu səbəblə də bütün enerjisini oğluna sərf edərək oğlunu öz ərinin roluna qoyub və ərindən gözləməli olduğu hər bir şeyi oğlundan gözləməyə başlayıb və beləcə də zamanı gələndə öz gəlinini özünə rəqib olaraq görüb.